Ağcabədi rayonunda 1974-cü il təvəllüdlü Elçin şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı Eynullaya xəsarət yetirib. Hadisə Ağcabədi rayonu Hüsnü Hacıyev küçəsi ərazisində baş verib. Elçin orada Ağcabədi rayon mərkəzi xəstəxanasının yaxınlığında Eynullanın avtomobilin qabağa verməməsi səbəbindən ona irad bildirib. Bu zaman onların arasında şəxsi münasibətlər zəminində yaranmış mübahisə baş verib. Mübahisə zamanı o qəsdən Eynullanın sol əlinə və sol qoluna dirsək nahiyəsinə 2 dəfə rezin boru ilə vurub. Hadisəni törədən Elçinin barəsində Cinayət Məcəlləsinin 128 qəsdən sağlamlığa zərər vurma maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Elçin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O ifadəsində göstərib ki, taksi fəaliyyəti ilə məşğul olur, əvvəllər aramızda ədavət olmayıb. Hadisə günü təxminən saat 11 radələrində Hüsnü Hacıyev küçəsində müştəri gözləyərkən avtomobili boş olan yerə verdim və saxlamaq üçün Eynulladan avtomobili biraz irəli sürməsini istədim. Bu zaman aramızda sözlə mübahisə oldu. Bu səbəbdən aramızda şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Eynullanın əlindən aldığım rezin boru ilə onun sol əlinə və sol dirsək nahiyəsinə 2 dəfə zərbə vuraraq ona xəsarət yetirdim. Sonradan üzr istəyərək onunla barışmışam deyə təqsirləndirilən şəxs ifadəsində göstərib. Bu işə Ağcabədi rayon məhkəməsində baxılıb, məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Bu səbəbdən zərərçəkən də barışması barədə məhkəməyə ərizə verib və ondan şikayətçi olmadığını göstərib. Məhkəmənin hökmü ilə cinayət işi üzrə icraata xitam verilib, Elçin cinayət məsuliyyətindən azad edilib. Bundan əlavə, Bakının Qaradağ rayonunda yerləşən iri ticarət mərkəzlərindən birində dava olub, hadisə Binə Ticarət Mərkəzində baş verib. Hacıqabul rayon sakini 1963-cü il təvəllüdlü İsmail ticarət mərkəzinin qarşısındakı işlək vəziyyətdə olmayan obyektlərin arasındakı keçiddə olan zaman tanışı Elxan ilə mübahisə edib. Aralarında yaranmış sözlü mübahisə zamanı yumruq zərbəsi ilə Elçinin üz nahiyəsinə qəsdən yumruq zərbəsi vurub, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Hadisəni törədən İsmailin barəsində Cinayət Məcəlləsinin 128 qəsdən sağlamlığa zərər vurma maddəsi ilə ittiham elan edilib. Qaradağ rayon məhkəməsində baxılıb bu işə, məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışması nəzərə alınıb. Bu səbəbdən həmidin barəsində olan cinayət təqibinə xitam verilib, o cinayət məsuliyyətindən azad edilib. Bundan əlavə Bakının Xəzər rayonunda 1982-ci il təvəllüdlü təxminə borc mübahisəsi zəminində yaranan mübahisə zamanı qonşusu Sonaya xəsarət yetirib. Hadisə rayonun Alballıq massivi Əliyev küçəsində baş verib. Təxminə həmin gün saat təxminən 11:00-da qonşusu Sona ilə yaranmış mübahisə zəminində əli ilə onun ağız nahiyəsindən vurub. Hadisəni törədən təxminənin barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən təxminə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O ifadəsində göstərib ki, qonşuluqda yaşayan Sona adlı şəxsdən təxminən hadisədən 10 ay öncə 2300 manat borc alıb. Öz aramızda razılaşmaya əsasən ona pulu tez bir zamanda qaytaracağıma söz verdim. Bir qədər işlərim yaxşı getmədiyi üçün pulun bir hissəsini, yəni 1000 manatını qaytardım. Buna baxmayaraq Sona qonşuluqda yaşayan şəxslərin yanında arxamca danışdı, bizə qarşı alçaldıcı sözlər işlətdi deyə o ifadəsində göstərib. Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü təxminən saat 11 radələrində evinin həyətində olan zaman Sonanın onun arxasınca danışdığını eşidib. Küçəyə çıxaraq ona öz iradımı bildirdim. Həmin vaxt Sona məni söyərək təhqir etdi. Onun bu hərəkətlərindən əsəbləşərək ağız nahiyəsindən tutdum, daha sonra ağzından şillə ilə
bir dəfə vurdum deyə o ifadəsində qeyd edib. İş üzrə zərər çəkmiş Sonanın sözlərinə görə 2024-cü ilin oktyabr ayında qonşuluqda yaşayan Təxminə adlı qadının ərinə pul lazım olduğu üçün ona 2300 manat borc veriblər. Söz verdi ki, ərinin işləri yekunlaşdıqdan sonra avtomobilini sataraq borcunu qaytaracaqdır. Həmin şəxslər hissə olmaqla borcdan cəmi 1000 manatı qaytardılar. Hər dəfəsində onlara borcun qalan hissəsini istədikdə onlar müxtəlif bəhanələr gətirərək borcu qaytarmaqdan yayındılar. Hadisə günü saat 11 radələrində yaşadığım evin həyətində olan zaman eşitdim ki, qapı döyülür. Qapını açdıqda Təxminənin olduğunu gördüm. Təxminə məni çölə çağıraraq təhqir etdi. Nə üçün qonşuların yanında mənə pul borcu olduğunu söylədiyimi bildirdi. Həmin vaxt Təxminə üzərimə hücum çəkərək ağız nahəmdən əli ilə bir neçə dəfə qəsdən vuraraq xəsarət yetirdi deyə zərər çəkmiş ifadəsinə belə yekun vurub. Xəzər rayon məhkəməsinin hökmü ilə Təxminəyə 1200 manat miqdarında cərimə cəzası təyin edilib.